ona bilenler, hamlarının amalları hakkında salavat edeyim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ata-ana, sibe-i erham, bize gözü olan, boynumuzda hakkı olan ustadlarımız, müəllimlərimiz, validə və validələrimiz nə qədər ki dünyadan gediblər, ruhları haqqında salavat edeyim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bani xeyrlər olub, hər yerdə, hər məqamda, hər güşədə məscid bina edeyiblər. Bu məscidlər fəaliyyət göstərir. Burada əgər 5 nəfərlə namaz qılsa, yenə də böyük bir dərəcə, böyük bir ibadətdir. Allah Teala belə şəxslərin sözlərinə, can sağlığı, övladlarına, həmçinin ruzi qulluğu, əmniyyət, səhhətdənlik, dünya və axirət saadəti nəsib eləsin inşallah. Belə şəxslərin də əmmatları haqqında salavat edeyim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Xüsusən bu məscidi bina edən, onun haqqında zəhmət çəkən bani xeyrlər, onun ustaları, daş kərpic qoyanları, iğnə ucu qədər burada zəhmət çəkən şəxslər, silib süpürənlər, xidmətkarlar, hamılarının amallarına salavat edeyim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Şübhə yoxdur, Aşura gecəsidir. Biraz bu gecədə diri olmaq lazımdır. Salavatın səsi biraz zəif gəlir. Ona görə bir-birimizin valideynlərinə bir ucalı salavat edeyim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Məlumdur ki, bu gecə göylərin məlaikələri ilə hamı İmam Hüseyin təziyyələrlığındadır. Mən keçən gecə ərz elədim. Raci əleyhi rəhmət deyir ki, indi burada əyləşib. Çünki Əmir-i Müminin bir tərəfdə Fatıma, bir güşədə Ruhul Əmin. Şiələr, bax gör kiminlə olmuşsunuz siz həmnişin. İndi xidmətkar olundur Məryəm-i Sara sizə. Buna şübhə yoxdur ki, çox böyük bir, əzəmətli bir məclisdir. Və bu əzəmətli məclisdə şoğlu dil ilə oturmaq lazımdır. Məlumdur, təziyyə İmam Hüseyin təziyyəsidir. Peyğəmbər balasının təziyyəsidir. Peyğəmbərin təziyyəsidir. Və mən umudvarım inşallah, hər kim bu gecəki gecədə sidq ürəklə üzünü Allaha tərəf çevirsə, nə şər immətlərdə olsa Allah rəva edir. Buna heç düşünmüz olmasın. Amma biraz əqidə lazımdır, biraz saf əqidə lazımdır. Biraz inam lazımdır. Və o inam 15 əsrdir. Bu din, bu əqidə, bu məzhəb üzərində qurulur. Və o qədər hədislər olub, o qədər danışıqlar, o qədər eşitmişsiniz. Heç buna şübhə yoxdur. Mən bir xırda olan əhvalatı Peyğəmbər dövründə ərz edəcəyəm. Ondan sonra inşallah mətləbimizə keçəcəyik. O da danışılan şeydir, bunu eşitmişsiniz. Peyğəmbərin qurbanına həmişə mətləbi olanlar gələrdi. Ümumi hər tərəfdən qırılanlar gələrdilər Peyğəmbərin qurbanına. Bir dəfə Həzrət İmam Hüseyin Peyğəmbərin yanına gələndə gördü bir kişi və bir oğrat buradan xaric oldular, amma məyusdular. İmam Hüseyin xırda yaşlardaydı. O heç bir qəbul
eləyə bilmirdi ki, bizim qapıya gələnlər məyus qayıtsın, naumid qayıtsın. Bunu qəbul edə bilmirdi. Çünki həmişə eşitmişdi ki, bu qapı hacət qapısıdır. O qapıya gələnin hacəti rəva olar. Və onlardan soruşdu ki, xeyr olasınız, niyə belə məyussüz? Nə olur? Kişi biraz əhmiyyət vermədi. Çünki Peyğəmbərin xidmətindən çıxmışdı və Həzrət Peyğəmbər buyurmuşdu ki, sizin bu hacətiniz qəbuldur. Amma arvadlar biraz ürəkdən yumuşaq olurlardı. Uşaqlar əslində dərdini deyirlər ki, bu uşaq birlik babasından xahiş edir, bu mənada elə, bu qəlbinə dedi, bizim çoxdan da övladımız olmur, biz istəyirik ki, bura gələk. Bu qapıda, bu Peyğəmbər qurbanında, Peyğəmbər bizim üçün bir dua eləsin, bizim də bir övladımız olsun, dünya aləmində bir zürriyyəmiz olsun. Amma Cəbris Peyğəmbər buyurdu ki, Allah Allah övlad qisməti sizin üçün dünyada qoymuyor. Onun ahirət əvəzi siz olacaqsınız. Ona görə məyus olmuyor. Nə olar elə Allah qudrət sahibidir, həm dünyamızı versin, həm ahirətimizi versin. Nə olar deyərik? İmam Hüseyin o balaca, yəni yaşda olan Hüseyin dedi, sizə biraz gözləyim, mən girim gəldiyim yanına, mən də bir ondan xahiş edeyim bizimlikdə. Girdi içəri, dedi, baba, bizim qapıdan məgər cəmaat məyus qayıdır. Dedi, oğul, bilirəm nə demək istəyirsən. Mən Allahdan xahiş edirəm, Allah'a buyurdu ki, bəs onlar üçün dünyada övlad qoya qoymamışam, ahirətdə qoymuşam. Dedi, baba, mən onlara söz vermişəm. Yəni, ola bilər ki, mənə görə də bir xahiş edəyəsən. Dedi, oğul, bunu eləmişəm. Dedi, o da icazə verir, mən qoy Allahdan xahiş edeyim. Qoy, mən istəyim Allahdan. Bizə Peyğəmbər buyurdu ki, oğul, bu sən olmasan Allah'ın nə qədər istəyirsən, istəyirsən. Rabi yazır ki, İmam Hüseyin əyləşdi dizə. Rubadillə xırda almamasını aldı əlinə, üzün döndərdi Allah dərgahına. Hələ istəyirdi, dua eləsin, gözləri doldu, Cəbrayillərin nazır oldu, dedi, ya Resulallah, Hüseynə Allahın salamını getir və deyinə, kifayətdir daha, o ağlamasın, bu dua eləməsin, bunun duası müstəcabdır. Allah onlara övlad əta eləyər, həm dünyaları, həm ahirətləri onların, onlara müjdə xəbəri ver. Peyğəmbər qucaqladı İmam Hüseynin bastı bağrına, buyurdu ki, ya Hüseyin, sənin qədrini mən ümmətin bilməyəcək. Bir Hüseynin ki, onun şəhəmi bu minval olsun, nə rəvadır ki, onun nəşi üçün pahamal olsun. Belə bir şərafat sahibi ki, Allah razı olmadı İmam Hüseyin, onun gözləri yaşasın. Allah ona razı olmadı, o qədər İmam Hüseynin xatirə Allah yerində əziz idi. Çox müəttəl və çox belə təəccüblü bir məqamdır ki, bəs Kərbəla-i Müəllada o qədər onun başına zülümlər oldu, işgəncələr gəldi və necə Allah ona razı oldu? Ona niyə razı oldu? Bunun özündə bir böyük mətləb var, böyük bir link var ki, o da ondan ibarətdir ki, hamısı bu ümmətdən ötəridir. Yəni, çün qiyam edər qiyamət bircə nəfsi rahat olmaz, gəlməsə Hüseyin deməzdir, bu ümmətə şəfaat olmaz. İmam Hüseyin elə bir cəddinin o yanmaqda olan şəriətini öz qanı ilə birikdir. Yəni, o ki, 63 il Həzrəti Peyğəmbər dünyada ömr elədi, 23 ilini təbliğ risalət elədi, amma hələ dünyadan getməmiş onun şəriətini aradan götürmək istəyirdilər. 25 il Həzrəti Əli səbr eləməli oldu. O Zülfüqar sahibi, o qılıncının dayda həsirli qabağında o məcbur oldu. Səbr eləsin, ta İslam əldən getməsin. O məcbur oldu, oğlu İmam Həsənə vəsiyyətində buyurdu ki,
eləyəsən, Muaviyə ilə vuruşmayasan, sülh eləyəsən, onu eləyəsən. Sən İslami sülhlə qoruyarsan. Məcbur oldu ki, o Hüseyin, sən qiyam edəcəksən, sən İslami qiyam ilə bərpa edəcəksən. Ona görə Hz. Peyğəmbərin bir hədisi var, buyurur, Əl-Həsən və Hüseyin vələdan imaman quludən kan avqiyallar. Həsən və Hüseyin ikisi də mənim balamdır. Onlar ikisi də imam olacaqlar. Oturan yerdə də olsa imamdır, ayaq üstə də olsa imamdır. Və oturan yerdə olsa imamdır, o deməkdir ki, yəni o sülh edəcək, İslamı qoruyacaq, imamətini aparacaq. Amma oğlu Hüseyin ayaq üstə duracaq, qiyam edəcək, vuruşacaq, İslamı o qiyamı ilə qoruyacaq. Qanun tökəcək, ancaq İslamı qoruyacaq. Və bu gecədə həman o gecədir. İnna Hüseynə misbahul huda, Hüseyin hidayət işıqıdır, hidayət çırağıdır. Qaranlıqda bir yanan işıqdır ki,